Deməli, salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün may ayının 8-idir. Bildiyimiz kimi havalar yağışlı keçdi. Arıları nəzarətə ala bilmədik bəzi ailələri. Deməli dostlar, beçədən ailəni necə yayındırmaq olar? Bu haqda indi mən sizə məlumat verərəm və göstərərəm ki, beçədən yayındırmaq üçün ailəni nə etmək lazımdır? Artıq burada beçəyə meyllənmə baş verdi. Ana arı artıq kiçilib ölçüsü, ana arını südlə bildiyimiz kimi yemləmirlər ki, ana arının ölçüsü kiçilsin və beçəyə uça bilsin dostlar. Və ana yuvacıqları özləri üçün asıblar. İndi mən sizə göstərərəm ki, necə etmək olar bu ailəni beçədən yayındırmaq olsun. Deməli dostlar, birinci növbədə bu ailədən demək 2 çərçivə götürürsünüz. Mən indi burada bu pətəkdə qoymuşam. Demək 2 sürfəli çərçivə bu ailədən götürüb yeni bir pətəyə qoyuruq. Bir ana arı yuvacığı saxlamaq şərti ilə 1-2 çərçivə götürüb qoyuruq yeni bir pətəyə. Baxın bu cür dostlar. 2 çərçivə götürürsünüz. Ana yuvacığı olmaq şərti ilə, yəni bir ədəd ana yuvacığını saxlamaq lazımdır. Bir ədəd. İndi mən bunu sizə, çünki hava çox istidir, tələsik izah edirəm ki, vaxt itməsin, kamera qızmasın dostlar. 2 çərçivə götürdünüz, qoydunuz. Əgər sizdə yeni ana arı olarsa daha yaxşı, olmazsa bir ədəd yuvacıq saxlayırsınız ki, burada ana arı çıxandan sonra mayalanıb, burada bir ailə formalaşa bilsin. Demək dostlar, bir ədəd şam vərəqi bu tərəfinə qoyuram, bir ədəd digər tərəfinə. Süzülmüş şan olarsa o da qoymaq olar. Ballı güləmli çərçivə olarsa onu da qoymaq olar. Amma indi baxın, gəlir zamanıdır. Gəlir başlayıb, arılara heç nə ehtiyacı olmaz. Arılar çalışarlar. Baxın, nə elədim. Bu bir arı ölməsi kimi. Ara kəsmə mütləq vacibdir. Getdi. Baxın, indi nə edəcəm dostlar. Deməli, əziz dostlar, baxın, bu pətəkdəki bütün ana yuvacıqlarını kəsirik. Bütün ana üsküyləri, yuvacıqlarını kəsirik. Tamam. Baxın dostlar, burada artıq ana yuvacıqları, bunları tamamilə kəsib təmizləyirsiniz. Yəni beçəyə meyllənmə çox pisdir dostlar. Baxın, yuvacıq dağıtdıq. Çalışmaq lazımdır ki, beçəyə meyllənməsin. Amma əgər indi olur, görürsünüz, bizdə də ola bilir. Əgər indi bu baş veribsə, mən indi sizə ən gözəl bir üsul göstərəcəyəm. Beçədən tamamilə yayındırarsınız. Qoy çox danışmayayım, iş görək. Demək, baxın, deməli dostlar, bu pətəyi beçədən yayındırarıq.
Aha. Deməli baxın dostlar. Gözüm görmür hani bu gözəlçə. Hə, baxın. Baxın dostlar. Baxın necə burada bu nazikləşib artıq beçəyə uçmağa tam hazırdır. Bütün buradakı yuvacıqları biz kəsirik. Dostlar, götürdüyümüz çərçivələrin əvəzinə bu arı ailəsinə şam vərəqi qoyuruq. Yəni sürfəli çərçivələrin arasına. Qoy biraz üstü verək. Bir ədəd. İki ədəd. Bitti mi dostlar? Demək 2 ədəd şam vərəqi qoyduq. 2 çərçivəni götürdük. İndi nə etmək lazımdır dostlar? Bu əsas pətəyi ki buradan götürürük. Yallah. O pətəyin yerinə 2 çərçivə ilə götürmüşdük ondan sürfəli. 2 şam vərəqi vermişdik. Ara kəsməsini qoymuşduq və kuş bacası açıq. Əssalam. Qaldı burada yeni bir ailə. O pətəyi, əsas pətəyi başqa bir yerə qoymaq lazımdır. 5 metrə, 10 metrə fərq etməz. Yerini dəyişmək lazımdır. Bitti. Çöldən tarlaçı arılar bütöv qayıdacaqlar bu yeni pətəyə. Dostlar, əgər ana arı varızdırsa, buna ana arı vermək olar. Mayalanmış və yaxud mayalanmamış və yaxud ana yuvacığı özünüzün varsa yapışdıra bilərsiniz, problem yoxdur. Burada fakt əgər yoxdursa, yeni gənc arıçılara tövsiyə edirəm ki, buradakı yuvacıqların bir ədədini saxlayın. Hansında açıq varsa, yəni tam görürsünüz içi dolu südlə o bir ədədi saxlayın. Vəssalam, tarlaçı arılar girəcək bura, burada bir ailə formalaşacaq. O əsas pətəyidir ki, götürdük, aparırıq başqa bir yerdə qoymağa. Fərq etməz. 5 metrə, 3 metrə qutardı. Bu isə bu ailəmiz tam normal. Amma 2-3 gündən sonra dostlar, o əsas pətəyi ki, başqa yerə qoyduq, ona bir kontrol eləmək lazımdır. Əgər ana yuvacıqları bir daha olacaqsa, onları kəsib qırmaq və orada artıq beçəyə meyillilik itəcək. Bu 90% sizə mən qarant verirəm. Bir də ki, Astaraya buradan salamlar, Asxanakaran dostum Tarilə. Böyle gördün mü? Bak belə eləmək lazımdır ki, beçədən yayındırasan. Odur ki dostlar, sağ olun, özünüzü koruyun. Bütün dostlara buradan salam göndəririk. Yəni beçəyə meyilləndirmək olur, hər bir arxanada olur. Onu biz özünüzə böyük bir dərd eləməyin. Odur ki, bəzən arıçılar deyirlər ki, əgər arı beçəyə meyillənibsə, demək o arısı deyil, o sözlər boş şeylərdir. O hava şəraiti ilə elə bir problemlər yarana bilir ki, baxın, adi orta səviyyəli bir ailə də beçəyə yayına bilir, beçəyə meyillənə bilir, aziz dostlar. Odur ki, sağ olun, özünüzü koruyun. Ya Allah! Salam! Allah! Süper, bitti. Bu ailə tarlaçı arılar bütövlüklə gəlib əsas beçəyə meyillənən arılardır.
Bunlar bütöv gəlib girəcəklər bu yeni pətəyə. Burada bir gözəl arı ailəsi yaranacaq. Super. Salam əziz dostlar. Demək, bugün Mart ayının 10'udur. Bir gün əvvəl sizinlə arını beçədən necə yayındırmaq olar, bu haqda bir veriliş çəkdim. Növbəti gün isə, baxın o pətəyi ki, buradan götürüb başqa yerə qoydum, anası ilə bir yerdə, bir-iki çərçivə ilə və 2 şam vərəqi ilə bu yeni bir ailə düzəltdik və əsas yeşiyin, əsas pətəyin yerinə qoymuşdur. Baxın, tarlaçı arılar nə cür bu ailəyə gəlib girirlər dostlar. Görürsünüz. Baxın, artıq şam vərəqini toxumağa başlayırlar dostlar. İndi təsəvvür eləyin ki, burada hələ ana arı yoxdur. Bir yuvacıqla mən tövsiyə edirəm ki, saxlayın, baxın. 4 çərçivə, demək 2 çərçivə sürfəli, 2 çərçivə şam vərəqi qoymuşdum. Artıq bu mükəmməl bir ailə olacaq. Deməli dostlar, demək baxın, əgər belə bir ailə indi bu yuvacıqdan bir neçə günə ana arı çıxacaqsa, təxminən 10-12 gündə onun mayalanması, yumurta qoymasına kimi vaxt gedir. O 2 sürfəli çərçivədən də nə qədər gənc arılar çıxacaqsa, bax, bunlar da işçi qüvvəsi olacaq. Yox, əgər hazır mayalanmış ana arı varsa əlinizdə, yəni bu ailəyə hazır mayalanmış ana arı versək, demək bu ailə paizə qədər gəlib bir 10-12 çərçivəyə qalxacaq dostlar. Çünki baxın, burada artıq hələ ana yoxdur, bunlar hörgü aparmağa başlayıblar. Yem daşıyan arılar da kifayət qədərdir. 2 çərçivədən də kifayət qədər yeni gənc arılar çıxacaq və ailə mükəmməl inkişaf eləyəcək. Beçədən də yayınır ailə 100% dostlar. İndi biz buna ana arı verəcəyik və burada daha tez sürətlə inkişaf getsin deyə yeni ana arı, mayalanmış ana arı verərik və hər şey olar super.